Allah da ona qəzəblənir. Bəzən görərsən, imanı zəif olan, cahil olan şəxs ibadətə başlayarkən imtihan olunur. Təzə imtihan, ibadətə başlayıb, baxırsan imtihan olunur. Onun imanı dərəcəsinə baxır. Qəzəblənirsə, bəzən rastlaşırsan. Allahın yolunda gedirəm və Allah mənə bunu verir. Biraz üsyan edir. Bir balaca düşünsə ki, Allah onu yadda saxlayır, xatırlayır. Həmən qullu imtihan edir. Onun dərəcəsini qaldırmağı üçün həmən bəla müsibəti göndərir. Adam var ki, haramla məşğul olur, namaz qılır, ibadət edir, ancaq nəsə işdir, yəni Allahın yolunda durur. Kefi köşk deyir, iki dəfə deyir, amma bilmiş o bu dünyadadır. Allah Teala bu dünyada məsələn ibadət eləyən olsun, eləyən olmasın, Allah Teala yaratdıqlarının ruzusunu deyir. Baxarsan ki, qeyri-müsəlmandır, müsəlmandan sən kimdir? Amma harada? Burada. Amma qiyamət günü tam tərsinə olacaq. Mahmud ibn Nəbi radiyallahu rəvat edir ki, Allah sallallahu aleyhi ve sellem belə buyurdu. Allah bir qrubu sevdiği zaman onları imtihana çəkir. Kim səbir edərsə, bu səbir onun leyhinə. Kim də gileylənərsə, bu giley onun əleyhinə olur. Əhməd ibn Həmdə keçir. Səbir edərsə, leyhinə, gileylənərsə, şikayət edərsə, əleyhinə olacaq. Cabir radiyallahu demişdir, Allah elçisi sallallahu aleyhi ve sellem belə buyurdu. Qiyamət günü bəlaya düçar olanlara savab veriləcəyi zaman, qiyamət günü bəlaya düçar olanlara savab veriləcəyi zaman, bəla görməyənlər dünyada imtihana çəkilib dərilərinin kəskin alətlərlə kəsilib parçalanmasını arzulayacaqlar. Bu dünyada imtihan olunanlara verilən savabları görən adamlar ki var, bu dünyada imtihan olunmuyorlar, bəla müsibət görmürlər. O mükafatı görəndən sonra nə arzulayacaqlar? Dərilərinin kəskin alətlərlə kəsilib parçalanmasını arzulayacaqlar ki, bizim də bu şəkildə bizə də bəla müsibət gələrdi, amma bu mükafatı əldə edərik əsas. Təbii ki, heç kim ağlı olan, şuurlu olan Allahdan bəla müsibət arzulamaz. Heç kim. Amma Allahdan gəlirsə, o şəkildə qəbul eləməli ki, bu Allahdan. Bu mənim üçün bir imkandır və bunun mükafatını da